gedirik Lənkərana. Mən hər zaman demişəm, bunu heç kim inciməsin. Azərbaycanın ən zəngin mətbəxi elə məhz Lənkərandır. Xoş gəlmisiniz, həmişə siz gələsiniz, həmişə Liman şəhərinə gələsiniz. Əziz qonağımsınız, çox sağ olun, gəldiyinizə görə. Biz də axşama sizin quşpulu bişirəcək, qozu çəkəcək, soğan çəkəcək, soğanın suyunu sıxacaq, ləvəng eləyəcək, saladı quşun içinə, quşu buzlayacaq, istiotlayacaq, turşlayacaq. Su qaynayır, orada qaynayandan sonra düdünü süzəcək, ondan sonra qoyacaq onun altına. Saat yarıma qəşəng pişəcək, yeyəcəksiniz. Əvvəlcə soğanı ət maşından çəkirik. Bəli. Ət maşından çəkdik, sonra Süzdük, suyu sıxdıq. saldıq cunanın içinə, suyunu sıxdıq, acı suyu getdi. Bəli. Sonra qozu qarışdırdıq. Qozu da ət maşından çəkdik. Bəli, bəli. Duzun, istiotun hamısını vurduq. Qoyduq quşun içinə, qoyduq pulğun altına. Tamam, mən istəyirəm məlumat deyim. Quş dediyi qaşqaldaqdır. Qaşqaldıq, biz quş deyirik. Bu da yağlı qaşqaldaqdır, gördük. Bu isə içliyimizdir. Bu isə alça turşusu dediğimiz alça turşusudur. Bu isə duzdur. Bu isə istotdur. Düyünü nənə, hardasa 1 saatdan çoxdur bəlkə qoyub suya, hə? Səlqəli hazırlayıb, maşallah, nənə də 100 dənə gəlinə dəyər. Buyur nənə. İndi gəlin var. İndi gəlin var, həqiqi. O vaxtı Gəlinlərlə, bu vaxtı gəlin. Mən özüm 10 uşağın içinə getmişəm. 30 dənə qoyunları var idi. 30 qoyun var idi. 25 inək camış var idi. Pay. 7 il onlarla bir yerdə qalmışam. Özüm sonra gəlmişəm bu həyətdə. Bu həyətdə də özümə 16 baş heyvanım oldu. Comuş salmışam, inək salmışam. Təbii şeylər yemişik biz. Biz mağazin yağı, mağazin yumurtası, mağazin şeyin heç nə yeməmişik. Elə mağazin demişəm, bu mağazində olan yağlar haqqında nə deyə bilərsən? Heç sarı yağ yoxdur, heç bir sarı başlı yağ yoxdur. Mən ona deyirəm ki, belə də zəhər satırlar insanlara. Onlara telefonda baxdın, semişka yağı qapqara birazdan oldu ağappaq, sarı oldu semişka yağı. Onu nə tər insan yer? Biz qalmışıq, o yağları yemişik, bu yaxşı qalmışıq, belə cumraq qalmışıq. Maşallah. İndikilər nə deyil? Mənim öz uşağım xəstədir.